Bu dəfə soyuq əylər istiyorək yarmarkasından nə az, nə çox, düz 5 stend yoxladım. İlk başlayaq fettuccinidən. Qarşısında növbə olsa da səbr edib gözlədim. Belə parmezan təkərində hazırlayırlar. Mən toyuqlu aldım. Qiyməti də 8 manatdan başlayırdı və həqiqətən dadlıydı. Oradan da keçdiyim mini burger stendinə. Yalnız toyuqlu, barbekü soslu burgerlər verirlər. İçindəki toyuq da farş yox, stripsidir. Dadı da əla idi. Qiyməti isə 12 manatdır. Mini burger stendi McDonald's tərəfdən girişdə sağ cərgədə 4-cü stenddir. Yol üstü belə maraqlı glintwine verən yer var idi. Açığı qoxusuna dayana bilmədim və aldım. Dadı çox əladır. Tam bu havalara uyğun içkidir. Qiyməti də 10 manat idi. Onun da yaxınlığında Magic Cafe stendi var idi. Belə şokolad fontanında qəşəng çiyələkli Dubai desertləri verirlər. Qiyməti 10 manatdır. Dadının isə pis olma ehtimalı heç yoxdur. Əla idi. Anam ən çox bunu bəyəndi. Oradan da keçdik Viyana şokolad evinin stendinə. Öncə çubuqda waffle almaq istirdim. Sonra belə bubble waffle'lar diqqətimi çəkdi. Birini götürdük. İçliyi o qədər boldu ki, rahat 2-3 nəfər yer bunu. Qiyməti isə 13 manat idi. Az qala bu yarmarkada sınamadığım stend qalmayıb. Əgər qalıbsa da siz yadıma salın, mən də sınayım.